Salam, mən Nərmin müəllimə. Sizinlə tısbağa haqqında, belə deyək, məlumatları bölüşəcəm. Tısbağa haqqında danışanda ümumiyyətlə biologiyanı yaxşı mənimsəmək üçün istəyir bitki olsun, istəyir heyvan olsun, hansısa bir növ, fəsilə, dəstə və sairə öyrənəndə çalışın ki, həmin o öyrəndiyinizi genetika ilə, çoxalma ontogenezlə, təkamüllə hamısını əlaqələndirin. Yəni, misal üçün deyirəm, anomorfozları, idiodaptasiyaları, degenerasiyaları hamısını öyrənin ki, daha qəşəng yadımızda qalsın. Belə. İndi burada hələ başlayırıq tısbağadan. Tısbağanın birinci şəkli yerləşdirmişəm skeletini. Yenə deyirəm, bu videolar sırf dinləyib də özünüz üçün qeyd götürəcəyiniz bir videolar olmasını diləyirəm. Ona görə də belə deyək də, daha çox səsli danışacağam, daha çox qeyd yazmağa, daha çox rəngarəng şəkillər axtarmağa vaxtım olmadığı üçün çalışıram ki, bu tip videolar paylaşmaq sizinlə. Belə. Deməli, tısbağa aiddir sürünənlər sinifinə. Sürünənlər sinifinin də elə tısbağalar dəstəsinə. Deməli, bu tısbağalar, ümumiyyətlə, sürünənlər özü anomorfozdur, yəni özü yaranmışdır, sürünənlər isə yaranmışdır daş kömürdə. Elə tısbağaların da ən azından qədim nümayəndələri daş kömürdə yarana bilər. Və təbii ki, tısbağa, belə deyək də, Bismillah ilə yarananda onun çanağı olmamışdır, çanaq sonradan formalaşmışdır. İndi biz burada tısbağaya bütün nüansların hamısını tək-tək qeyd eləyək. Yadımdan da çıxan nəsə olsa, videonun altında şərh bölümündə bizə dəstək ola bilərsiniz. Heç bir problem yoxdur. Mən də insanın nəsə yadından çıxa bilər. Bəlkə də texniki olaraq nəsə səhv deyə bilərəm və s. Deməli, belə. İndi bu tısbağa üçün ümumiyyətlə danışanda sistemlərdən bir-bir danışaq. Məsələn, elə ekranda görürük dayaq hərəkət sistemini. Dayaq hərəkət sistemindən danışanda bu bütün sürünənlərə aiddir. Deyirik, onurğası 5 şöbədən ibarətdir. Boyun, döş, bel, oma və quyruq. Və tısbağanın demək, onurğa sütununun bir boyun, bir də quyruq şöbəsi sərbəstdir. Yəni, çanağından çölə çıxa bilir, içəri çıxa bilir, girə bilir, hərəkətlidir. Amma döş, bel, oma bu 3 şöbə çanağa bitişikdir. Sonra tısbağanın döş qəfəsi yoxdur. Niyə? Tısbağanın qabırğaları yastılaşmış və çanağın içərisinə daxil olmuşdur. Yəni ona görə də deyirik ki, tısbağanın çanağı çanağının tərkibində sümük də var və ona görə də tısbağa öz çanağını dəyişə bilmir. Və yenə də çanaq eyni zamanda onurğa sütununun 3 şöbəsinin bitişikdir deyə yenə də dəyişə bilmir. Hər variantda dəyişə bilmir və içərisində sümüklər var. Qabırğalar yastılaşır. Çanağın üst hissəsinin, döş sümüyü isə yastılaşır, çanağın alt hissəsinin əmələ gəlməsində iştirak edir. Buna görə döş qəfəsi yoxdur. Yəni artıq döş qəfəsi degenerasiyadır deyə bilərik tısbağada. Sonra dayaq hərəkət sistemindən başqa belə bir şey məncə yoxdur. Sürünənlərdə olduğu kimi, nə bilim, baş, ətraflar və s. hamısı eynidir. Barmaqlarından danışacaq. Tısbağanın, qurbağanın tərsinə öndə 5, arxada 4 barmağı var. Və tısbağaları ümumiyyətlə həyat tərzinə görə bölürük müxtəlif qruplara. Bir var bataqlıq tısbağaları, bir var quru tısbağaları, bir də var dəniz tısbağaları. Məsələn, baxın biz burada görürük dəniz tısbağası suda üzməklə əlaqədar olaraq ətrafları pərlərə çevrilmişdir. Yəni nə barmaq, nə caynaq, heç nə yoxdur. Amma təbii ki, sümüklər pərlərin içərisində qalır. Sümüklər qalır. Sadəcə olaraq xaricdən artıq barmaq, caynaq söhbəti yoxdur. Və su tısbağalarının çanağı yastıdır, amma quru tısbağalarının çanağı daha qabarıqdır. Su tısbağaları suda üzməklə əlaqədar olaraq, yəni uyğunlaşma olaraq bu adət idioadaptasiyadır. Yəni bunun həm pərlərin əmələ gəlməsi idioadaptasiyadır, çünki o sərbəst ətraf var idi, sadəcə pərlərə çevrildi və yastı çanaq yerində idioadaptasiyadır. Sonra var quru tısbağaları. Konkret quru tısbağalarında, yəni öndə 5, arxada 4 barmaq var və hər barmağın da ucunda caynağı var quru tısbağalarında. Bataqlıq tısbağalarında isə barmaq, ucunda caynaq və eyni zamanda üzmə pərdəsi var. Həm öndə, həm arxada. Öndə 5, arxada 4. Bu ətrafı, bu da bu idioadaptasiyası. Daha sonra ümumiyyətlə tısbağa deməyək, ümumi sürünənlərdə dəri mənşəli pulcuqlar, yəni qarni mənşəli daha doğru desək, pulcuqlar anomorfozdur deyə bilərik. Bu bütün sürünənlərə aiddir.
Bədən örtüyündə məncə belə bir şey yoxdur. Bədən örtüyü, yəni tənəffüsdən tamamilə məhrumdur. Qətiyyətlə dəri tənəffüsü yoxdur. Ə, Belə, yəni tənəffüs sistemində fərqli bir şey yoxdur. Amma ümumi sürünənlər üçün desək, sırf tısbağa üçün, ümumi sürünənlər üçün aramorfozdur deyəcəyik tənəffüs sistemində nəfəs borusu. Deməli, qurbağada qırtlaqdan hava birbaşa dağılır, ağciyər nəfəs borusu yoxdur. Amma sürünənlərdə isə ilk səfər nəfəs borusu əmələ gəlmişdir və eyni zamanda deyirik ki, sürünənlərin hamısının tənəffüs orqanı ağciyərdir və belə deyirik ki, ağciyərə malik olan bütün heyvanlar yalnızca atmosfer oksigenlə qaz mübadiləsidir. Baxın, videoda biz hal-hazırda onu görürük. Yəni burun dəliklərini çıxardır sudan yuxarı, nəfəs alır, nəfəs verir, nəfəs alır, sonra təzədən girir suyun içərisinə. Bir də cümləni təkrar edirik. Ağciyərə malik olan bütün heyvanlar yalnızca atmosfer oksigenlə qaz mübadiləsidir, hansı mühit yaşamasından asılı olmayaraq. Və aramorfozdur tənəffüs sistemində nəfəs borusu və ya traxeya. Onun üçün biz də traxeya deyirik nəfəs borusu. Bax, həmin o nəfəs borusu traxeya, aramorfozdur. Məhz sürünənlər, tısbağa onlardan idi. Tısbağa üçün də aramorfoz deyə bilərik. Bu da belə. Sonra tənəffüs sistemində fərqli bir şey yoxdur. Dayaq hərəkət sistemində məncə dedik, bədən örtüyündə məncə dedik. Sinir sistemində belə bir şey yoxdur. Sinir sistemində sadəcə deyirik ki, özündən bir öncəki suda quruda yaşayanlardan daha yaxşı inkişafmışdı beynin bütün sahələri. Sonra həzm sistemində dişləri yoxdur, degenerasiyadır dişləri. Çünki sürünənlərin əksəriyyətində dişlər var. Və belə deyək də, Bismillah deyəndən kimi təbii ki, tısbağa yaranmayıb. Əvvəlcə kərtənkələ kimilər, yəni pulcuqlar dəstəsinin daha ilk yaranması güman olunur. Buna görə də deməli sürünənlərdə əksəriyyətində dişlər var, amma tısbağada yoxdur. Məhz bu tısbağada degenerasiyadır, dişlərin olmaması. Həzm sistemində ağız budaq qida borusu, mədə, bağırsaq və klauka bütün sürünənlərdə olduğu kimi tısbağada da klaukaya 3 sistem, cinsiyyət, həzm və ifrazat sistemi və 5 axar, 1 həzm, 2 cinsi axar və 2 cinsi vəzinin axarları, 2 də ifrazat axarları açılır klaukasına, 5 axar, 3 sistem. Həzm sistemində belə fərqlilik yoxdur. Tısbağalar ət yeyəndilər. Buna görə də bağırsaqları daha uzundur deyə bilərik. Bu da həzm sistemi, tənəffüs sistemini dedik. Sonra qan damar sistemində bütün sürünənlərdə və hətta bütün suda quruda yaşayanlarda olduğu kimidir. Yəni suda qurbağanın qan damar sistemi ilə eynidir. 3 kameralı ürək, mədəcikdə qarışıq qan, sağ qulaqçıqda venöz, sol qulaqçıqda arterial qan. Tənəffüs orqanı yenə dedik, yalnızca ağciyərdir. Yəni qan karbon qazından təmizlənir yalnızca ağciyərlərdə. Qapalı qan damar sistemidir. Bir dənə deyəcəyik ki, yəni bütün sürünənlərdə cüt aorta qövsü var. Qan damar sistemində fərqli bir xüsusiyyət. Bütün sürünənlərdə cüt aorta qövsü var. Bütün sürünənlərdə. Bu da idiopatiyasıdır deyə bilərik. Aramorfoz deyə bilmərik. Çünki onsuz aorta var idi qurbağada. Sadəcə burada daha fərqlidir. İçi cüt aorta qövsüdür. Bu da qan damar sistemi. Cinsiyyət sistemində belə bir fərqlilik yoxdur. Cüt yumurtalıq, cüt toxumluq, daxili mayalanmadır. Daha sonra yumurta qoymaqla çoxalır və istənilən nəinki tısbağa, istənilən sürünən, yəni sürünənlərin hamısının çoxalması qurda baş verir. Yəni bayaq videoda gördüyümüz o dəniz tısbağası, hətta okean tısbağası, yəni müxtəlif növlər var təbii ki. Suda yaşayan bütün tısbağalar belə çoxalma dövründə, yəni suda çarpazlaşma baş verir. Ondan sonra gəlir quruya və yumurtalarını quma basdırır, özünü çevirir, gedir. Yəni heç bir ana belə deyək də balası ilə məşğul olmur, amma təbii ki, yumurtanı kör-körənə bastırmır. Yumurtanı bastırmaq üçün o dəniz səviyyəsinin yüksəlməsi nəzərə alınır. Dənizdən kifayət qədər uzaqda olmaması nəzərə alınır ki, belə deyək də, yumurtadan çıxmış tısbağlar videoda görsəndiyi kimi özləri gedib suya rahatlıqla çata bilsinlər. Belə. Yəni amma yumurtanı bastırır, indi bu nəsil qayğısına qalmaqdır, yəni onu belə deyək də çör-çörənə qumun üstünə atıb getmir yumurtasını, amma nəticədə balası ilə məşğul olmur.
Belə. Bütün sürünənlərdə, quşlarda və məməlilərdə olduğu kimi tısbağalarda da mayalama prosesi baş verir. Yumurta çıxarıcı boruda mayalama prosesi baş verir. Daha sonra, yəni mayalama daha əvvəl baş verir, ondan sonra artıq o yumurta ağı, yumurta qabığı və sairə formalaşır və yumurtasını qoyur dişi fərd. Da cinsiyyət sistemi inkişafları düzünədir. Bütün sürünən quş məməlidə olduğu kimi tısbağalarda da inkişaf düzünədir. Yəni artıq yumurtadan çıxan tısbağa baxan kimi dərhal özünü bəlli edir ki, bu hansı növün nümayəndəsidir. Yəni və yaxud da sürfə mərhələsi yoxdur da deyə bilərik. Hər bir variantı deyə bilərik. Bu da çoxalması. İfrazat sistemində fərqli bir şey yoxdur. Bir cüt böyrək, bir cüt sidyaxarlar cəlb edir klaukaya. Amma sidik hissəsi yenə də bunlarda da hələ də qalır və sidik hissəsi klauka ilə əlaqəlidir. Xüsusi bir kanal vasitəsilə, təbii ki, bu ifrazat kanalı deyil. Xüsusi bir kanal vasitəsilə klauka ilə sidik hissəsi bir-birindən əlaqəlidir. Bu da belə. Güman edirəm ki, tısbağa haqqında bundan daha artıq deyiləcək bir nüans yoxdur. Belə, yenə deyirəm, indi çalışacağam ki, bu tip videoların sayı çox olsun. Siz də yenə deyirəm, bitki olsun, heyvan olsun, öyrənəndə çoxalma ontogeniz, məsələn, çoxalma ontogenizə burada nə deyə bilərdik? Düzünü inkişafdır, maylanması baş və yumurta çıxarıcı burada yumurtağı sarılıqla zəngindir. Yumurta hüceyrəsi natamam bölünür, yəni yalnız Rüşeyn diski bölünür. Daha sonra hansı quşun yumurtasının biz quruluşunu öyrənirik, xalazlar və yaxud ciyələr, hava kamerası, hamısı yenə tısbağanın yumurtasında var. Xaricdən kalsium, maqnezium tərkibli qabıqla örtülür yumurtaları, tısbağanın yumurtaları. Bu, yəni çoxalma ontogezlə əlaqəmizdir. Sonra genetikanı əlaqələndirə bilərik ki, sürünənlərdə, quşlarda, kəpənəklərdə biz deyirik ki, dişilər heteroqametdir, erkəklər homoqametdir, bu tısbağaya da aiddir. Genetikada məncə tısbağa ilə bağlı başqa bir şeydən danışmırıq. Təkamüldə də yenə hansı geoloji dövrdə yaranmasını dedik. Yəni güman olunur ki, elə daş kömürdə bütün sürünənlər yaranıb. Çünki bir dənə yırtıcı dişli sürünənləri biz deyirik ki, sonra Perimdə yaranır. Ondan başqa artıq heç bir sürünən haqqında məlumat yoxdur. Yəni güman olunur ki, tısbağalar da yaranıb, amma təbii ki, ilk yaranan tısbağaların çanağı yəqin ki olmamışdır, sonradan çanaq formalaşmışdır. Və hə, tısbağalar haqqında onu da deyə bilərik ki, tısbağalar həm xarici, həm də daxili skeletə malikdir. Yəni buradakı çanaq məhz onun xarici skeletidir. Amma təbii ki, sümükləri də var. Ən azından misal üçün kəllədə var, ətraflarda hansı ki əzələnin içərisində sümüklər var. Bu sümüklərdən söhbət gedir və bu sümüklər bəli daxili skeletdir. Yəni bizdən soruşsalar neçə tipin nümayəndələrində misal üçün xarici skelet təsadüf olunur. Yenə deyirəm, neçə tipin nümayəndələrində xarici skeleti təsadüf olunur və yaxud nümayəndələr arasında xarici skelet var deyə bizdən soruşsalar, biz tısbağanın adını çəkə bilərik. Yəni tip olaraq misal üçün xordallar tipində xarici skelet var desələr çaşmayacaq. Xordallarda xarici skeletin nə işi var? Məsələ tısbağalarda var. Bu da belə. Ümid edirəm ki, tısbağalarla bağlı başqa bir nüans yadımdan çıxmadı. Hə, sinir sistemində aeromorfoz nəyi demədim bayaq. Rüşeym halında beyin qabığı formalaşmışdır. Rüşeym halında beyin qabığında formalaşması biz 9-cu sinifdə analizator, 8-ci sinifdə sinir sistemi və s. öyrənəndə deyirik ki, reflekslər bölünür iki yerə, şərti və şərtsiz reflekslər. Şərtsiz reflekslər anadan gəlmədir. Şərti reflekslər sonradan bizim öz həyatımızda qazanılır. Və deyirik ki, şərtsiz reflekslər daxili maye mühitimizin qorunub saxlanmasında, sabitliyin saxlanmasında rol oynayır. Şərti reflekslər isə ətraf mühitdə əlaqəmizi tənzimləyir. Məhz tısbağalarda, sürünənlərdən ümumi götürdükdə ilk dəfə rüşeym halında beyin qabığının əmələ gəldiyini nəzərə alsaq, onu da deyə bilərik ki, artıq ilk dəfə şərti refleks yarada bilərdik biz, deməli, sürünənlərdə. Bu da belə ki, yəni hər nə qədər xoş bir misal olmasa da, məhz sirklərdə və s. ona görə də ilandan, timsahdan və s. istifadə edirlər. Şərt refleks yaradaraq, yəni misal üçün bir qurbağadan, nə bilim, bir salamandırdan heç bir halda sirkdə istifadə etmək olmaz, heç bir halda. Niyə? Çünki beyin qabığı yoxdur və orada şərti refleks yaratmaq mümkün deyil, amma sürünənlər artıq bu mümkündür. Bu da belə.
Vəssalam. Yəni də əlavə nəyisə olarsa, videonun altına yaza bilərsiniz və yenə də deyirəm, əgər hansı bir heyvan, biçin hansı bir orqanı və yaxud da daha fərqli bir video izah istəsəniz, videonun altına başlıq olaraq yaza bilərsiniz. Hazırlayıb paylaşaram inşallah sizinlə. Və yaxud da əlavə bir sualınız olarsa, WhatsApp-dan 050 752 28 63 nömrəsinə yaza bilərsiniz. Belə. Uğurlar. Növbəti video izahdan xəbərdar olmaq üçün kanala abunə olmağı, əziyyətimizin qarşılığı olaraq da bir videonu bəyənməyi, like etməyi unutmayın. Uğurlar.